Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra açılışda çıxış edən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun rəisi Polkovnik Füzuli Musayev konstitusiya və suverenlik ili ilə bağlı silsilə idman tədbirlərinin davamı olaraq sərbəst güləş yarışının keçirilməsindən, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Nazirliyin idmançılarının ayrı-ayrı yarışlarda nümayiş etdirdikləri əzmkar mübarizədən qazanılmış nailiyyətlərdən bəhs edib. Sonra isə çempionatda yer tutmuş əməkdaşları və komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb. Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları İdman Sağlamlıq Klubunun güləş üzrə hakim heyəti idarə edib. Çempionatın əzmkar komandası adına Fövqəladə Hallar Nazirliyinin Akademiyasının komandası layiq görülür. İdman Sağlamlıq Klubunun güləş üzrə hakim heyəti obyektiv hakimlik xidmətlərinə görə habilitativ xidmətinin əməkdaşları da fəxri fərmanla təltif olunublar. Füzuli Musayev tədbirlə bağlı jurnalistlərə açıqlamalar verib. Bu bizim ilin son yarışı idi. Güləş üzrə özünüz də gördünüz, çox maraqlı keçir və təbii ki, bizim məqsədimiz də odur ki, əməkdaşlarımızın arasından gələcəkdə əməkdaşlarımızın bu yarışlarda iştirakdan sonra yığma komandanın tərkibi müəyyənləşsin və hansı idman növü varsa da orada iştirak edə bilsinlər. Mən qeyd eləmək istəyirəm ki, sevindirici haldır ki, artıq biz beynəlxalq səviyyədə keçirilən yarışlarda iştirak edirik. Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.